Salam, hər vaxtınız xeyirli olsun. Yenə dərsdən qarşınızdayıq. Bu günlərdə sınağın, yəni mövzunun bir növ sınağını işləyəcəyik. Dövlət İmtahan Mərkəzinin 2023 test toplusu adlı kitabından. Gəlin vaxt itirmədən başlayaq. İzahları vermişdik. Nəyə izahını vermişik? O suallara baxacaq. Burada təhlükəsizliyə də aid suallar vardır. Onlara baxmayacağıq. Gəlin, mən də buradan kitabdan baxıram. Biraz telefondan görmə qabiliyyətim zəif olduğu üçün üzrü sayırsınız. Deməli, 4-cü suala baxaq. Baxın, buradan 4-cü suala şərtini oxuyuram. Deyir ki, insanın qəbul etdiyi informasiya forması hansıdır? Biz dedik ki, iki şəxs arasında danışıq prosesi dedi ki, informasiyanın iki forması vardır. Analoq vardır, rəqəmsal vardır. İki şəxs arasında söhbət gedirsə bir növ, bu analoq olur. Analoq informasiyası olur. Yəni, nə olur? Analoq olur. Burada deyəsən elə A variantıdır. Bəli, analoq olur. Diskretli, kəsilən, rəqəmsal, statik bunlara aid deyil. Diskret nədir? Rəqəmsaldır. Bu, kompüterin başa düşdüyü bir informasiyanın nə idi? Formasıdır. 4-cü sualımızda cavabımız nə oldu? A variantı oldu. Sonra informasiyanın ötürülməsi prosesində, deməli 5-ci suala baxırıq. İnformasiyanın ötürülməsi prosesində aşağıdakılardan hansı rabitə kanalına misal ola bilər? İzahda demişdim ki, rabitə kanalına misal olaraq nitqi göstərmişdi. İki şəxs arasında məsəl üçün informasiya mübadiləsi gedir, düzdürmü? Bu zaman nə olmalıdır? Bir informasiya mənbəyi olmalıdır, bir rabitə kanalı olmalıdır. Bir də informasiyanı qəbul edən olmalıdır. Üzr istəyirəm. Deməli, 3 dənə oldu. İnformasiya mənbəyi olmalıdır, rabitə kanalı olmalıdır, bir də informasiyanın qəbul edicisi olmalıdır. Burada da bizdən nə soruşur? Rabitə kanalına misal. Rabitə kanalına səs siqnalları, nitqi misal göstərmişdik. Cavabımız da burada nə olacaq? Yenə də A variantı olacaq. Təsadüfən, deməli 4-5 ardıcıl olaraq A variantı oldu. Fərq yoxdur. Sonra 6-cı suala baxırıq. Deyir ki, informasiyanın xassələrini seçin. Nəyi seçək? İnformasiyanın xassələri. Diskretli, yox, diskretli deyil. Deməli, biri çıxırıq. Nəticəlilik deyil. İkini də çıxırıq. Baxın, variantlardan da gəlin birləri, ikiləri çıxaq. Baxın, B variantını çıxdıq. B variantı getdi. Bu da getdi, bu da getdi. Qaldı D variantı ilə A variantı. Bunları yoxlayaq. Üçüncüsü nədir? Obyektivlik. Bəli, üçüncüsü aiddir. Ona görə D variantı çıxdı sıradan. Qaldı nə ilə? 3 ilə 5 qaldı. Cavabımız oldu A variantı. İndi baxaq. Üçüncüsü nədir? Obyektivlikdir, müəyyənlik deyil. Ona görə 4 də getdi. Deməli, obyektivlik və aktuallıq. Bunlar nə oldu? İnformasiyanın xassələri oldu. Ümid edirəm ki, mövzu izahını, mövzuları oxuyan bunları yaza bilir. Çox sadədir. Sonra, deməli, 9-cu suala baxaq. 9-cu sualda nə deyir bizə görək? 9-cu sualda deyir ki, hansı məlumatdakı informasiya obyektiv deyil? Pişiyin 4 pəncəsi var. Küçədə havanın temperaturu bu qədərdir. Müəllimin 45 yaşı vardır. Bugün hava çox istidir. Bu qədər megabaytdır. Bax, deyir ki, bugün hava çox istidir. Baxın, bugün əgər mənə görə hava çox istidirsə, sənə görə bəlkə də isti olmaya bilər. Yəni, bu obyektiv deyil ki, bu sanki subyektiv olur da, mənə görə olur. Öz fikrimdir mənim bu. Sanki nə olur? Subyektiv olur. Obyektiv olması odur ki, sənin üçün də olsun, digəri üçün də olsun, hamısı üçün olsun. Bu da obyektiv deyil deyil. Ona görə də cavabımız olur D variantı. Üzərində çox qaldığım üçün üzrlü sayın. Cavab olacaq D variantı. Sonra baxaq 10-cu suala. Mülahizələrdən hansı yanlışdır? Deməli, kitab informasiya daşıyıcısı ola bilər. Bu düzgün variantdır. Bizdən səhv variantını istəyir. Bunu götürmürük, çünki yanlış istəyir.
Kağız qrafik informasiya daşıyıcıdır, düz deyir də. Kətan düz deyir, disket, amma yanlış deyir. Simsiz rabitə kanalı qrafik informasiya daşıyıcısı ola bilər. Bu simsiz rabitə kanalı informasiyanın ötürülməsini təmin edir, daşıyıcısını yox. Bildiniz? Rabitə kanalı informasiyanın ötürülməsini təmin edir. İzahlarda da deyirik elə. Rabitə kanalı nə üçündür? İnformasiyanın ötürülməsini təmin edir. Ötürülməni təmin edir. Cavabımız olacaq Y variantı. Sonra informasiyanın qrafik təqdim edilmə formasına aid deyil. Cavabımız elə buradan A variantıdır. Telefon danışığı. Telefon danışığı nə vaxtdan qrafik təqdim edilmə forması oldu. Sonra informasiyanın səs formasında ötürülməsi vasitələrinə aid etmək olar. Foto şəkil, adlı bildiyin şəkildir yəni. Radio, məktəb dərsliyi. Baxın, gəlin çıxaq hansılar. Məktəb dərsliyi olmaz. Sxem olmaz. Yol nişanı olmaz. Foto şəkil olmaz. Yerdə radio qalır. Radiodan səs çıxır da, informasiyanın bu formasında ötürülməsidir. Cavabımız olacaq B variantı. Sonra 13-cü sualda nədir? İnformasiyanın səs formasında saxlanılması vasitələrinə aid etmək olar. Qazet səs formasında deyil. Çıxdıq. Tarix dərsliyi xeyr, jurnal xeyr, mağazada yazmış lövhə xeyr, disk bəli. Səs vasitəsində saxlanıla bilir. 13-cü sualımız da belə getdi. Sonra 15-ci suala baxaq. Deməli, meteoroloji stansiyada ətraf mühit parametrlərinin ölçülməsi hansı informasiya prosesidir? Bu meteoroloji stansiyadan informasiyanı neyinir? Ölçür də, bir növ informasiyanı neyinir? Toplayır. İnformasiyanı neyinir? Toplayır. Yəni, meteoroloji stansiyadan ətraf mühit parametrlərinin ölçəndə bir növ neyinir? Qəbul edir də informasiyanı. Yəni, cavabımız Y variantıdır. Yəni, o qədər də dərinlə getməyə ehtiyac yoxdur. Meteoroloji stansiyalarda ətraf mühitin parametrlərinin ölçülməsi ölçür. Bu olur informasiyanın toplanması. Sonra informasiya saxlanma vasitələrinə aiddir. Gözümüzə elə burada optik disk dəydi. Cavabımız C variantıdır. Bəzən A variantına toxunurlar. A variantı nədir? Prosesordur. Prosesor informasiyanı saxlamır, emal eləyir. Yəni, prosesor informasiyanın daşıyıcısı deyil. Ona görə cavabımız elə optik diskdir. Hansı informasiya daşıyıcılarına aid edilmir? 17-ci suala baxaq. Bu 17 ilə 16 bir-birini tamamlayırlar sanki. DVD saxlayırsan, kağızda, flash yaddaşda, maqnitdə, amma prosesorda bayaq dedik də, informasiya daşıyıcısı deyil o. İnformasiyanı emal edir. Sonra 18-ci sual. Mətni bir dildən digərinə tərcümə etmək. Baxın, bir dildən, yəni bir formadan başqa formaya çevirmək, sanki formasını dəyişir də, nə olur? Emal prosesi olur. İnformasiyanın nə olur? Emalı. Deməli, cavabımız B variantı olacaq. Mən burada görmədim. Yəni, informasiyanın kodlaşdırılmasına aiddir. 18-ci sualımız nə olacaq? B variantı. Sonra bunlar bizə hələ ki aid deyil, izah etdiyimiz mövzuya görə. Uyğunluğu müəyyən edin. Nəyə baxırıq? 26-cı sualdır, bəli. Deyir, qrafik informasiya, mətn informasiyası, ədədi informasiya. Sonra aşağıdan yazılır, piroqun hazırlanması resepti. Nəyi? Resepti. Piroq hazırlayırsan da, məsəl üçün bunlar lazımdır, bunlar lazımdır. Bu olur, yazırsan da sanki. Bu lazımdır, bu qədər şəkər lazımdır. Nə olur bu? Mətn informasiyası olur. Cavabımız olur, cavabımız nədir? İkincidə A olur. Sonra futbol oyununun hesabı. Məsəl üçün yazırsan ki, 1-0 məsələn. Oyun hesabını yazırsan. Ədədi informasiya olur da. B gəlir bura. Sonra yol hərəkəti nişanı. Bu yol hərəkəti nişanı göstərir də, qrafik olur. Qrafik informasiya. C variantı gəlir bura.
Sonra riyazi ifadənin qiyməti. Bu da ədədidir. D variantı. Gəlir bura. Sonra robotun yığılma sxemi. Aha, yığılma sxemi. Y variantda bura getmir. Aha. Deməli 26-da belə getdi. Sonra keçirik 27-ci suala. Nəyə keçirik? 27-ci suala. Uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. Obyektivlik, tamlıq, etibarlılıq. İnformasiyanın cari zaman anına uyğunluq dərəcəsidir. Bu nə olur? İnformasiyanın cari zaman anına uyğunluq dərəcəsi. Nə obyektivliyə aiddir, nə tamlığa, nə də etibarlığa. Bu aktuallıq xassəsini təbii ki ödəyir. Yəni bura aidiyyəti yoxdur. Alınan verilən informasiya daha aydın, bu anlaşılıqdır. Bura aidiyyəti yoxdur, yəni burada yoxdur. Müxtəlif mənbələrdən alınan informasiya üst-üstə düşürsə, etibarlı xassəsini ödəyir. Obyekt və hadisə haqqında toplanmış informasiyanın miqdarı ilə tamlıq xassəsini ödəyir. İnformasiyanın obyektiv gerçəkliyə uyğun olmasıdır. Bu da təbii ki nə olur? Obyektivlik olur. Bu qədər. Deməli 1-ə oldu Y, 2-yə oldu deməli D, o birisinə oldu etibarlılıq da deməli alınan informasiya üst-üstə düşərsə olur nə? C variantı. Bu qədər. Yenə də 29-cu sual. Uyğunluğu müəyyən edin. Obyektin vəziyyəti haqqında düzgün qərar qəbul etmək üçün kifayət etməsidir. Bu nəyi ödəyir? Tamlıq da, tamlıq xassəsini ödəyir. Sonra informasiyanın bir şəxsin fikrindən asılı olmaması. Obyektivlik olur. Yazıram 2-yə B variantı. Sonra bir dəqiqə 2-yə A variantı idi. Bura B variantıdır. Aha. Bura aktuallıq xassəsi. Bu da aktuallıq informasiyanın cari zamana uyğun olmasıdır. Bu da olur. D variantı gedir bura. Sonra bizim izah elədiklərimiz bu kitabda səhifə 6-ya kimidir, yəni bəzi sualları. Yəni çox sual yoxdur ona aid. Dedim ki, bunun testlərini də izahını verim, çalışdığım qədər dəstək olum sizə, bildiklərimi çatdırım, bilmədiklərimi də əgər səhv nəsə izah eləyirəmsə, nəsə çatışmamazlıq varsa, yenə də bildirin. Yəni mən bunu pis qəbul eləmirəm. Yəni yeni başlamışıq izahlara, dəstək olan hər bir kəsə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, gecəniz xeyrə qalsın.